Aha, xəbəri sualı yoxdur, amma bunlar ismi xəbər hesab olunur. İsmi xəbər deyirəm. Yox, var, mümkün, bəs. Bəs burada bəli nə idi? Bəli təsdiq bildirən ədat idi. Bəs yox, var, mümkün, bəs. Gərək. Gərək. Hə, bax bunlar predikativ, predikativdir. Bunlara sual verməsəydi ismi xəbər olur. Məsələn, stolun üstündə 5 alma var. Vara sual verə bilmirik, amma ismi xəbərdir. Var, nə var? Alma var. Sifətin dərəcələri. Bax, bu sifətin dərəcələrinə mütləq nəzərə yetirmək lazımdır. Sarımtıl, baxın, sarı adi dərəcə, sarımtıl azaltma, sapsarı çoxaltma. Baxırıq. Morfoloji cəhətdən deyir, morfoloji yolla sifətin dərəcəsi düzəlir, sintaktik yolla. Əgər şəkilçidirsə morfoloji, sözdürsə sintaktik yolla düzəlir. Baxaq, açıq, ala, tünd sözləri vasitəsilə düzəlirsə, sifətlər defislə yazılır. Yox, təhər, kəm, düm bunlarla yaranırsa bitişik yazılır. Sonra söz məsəl üçün yaşıldır. Görürsünüz, yaşıl. Yam yaşıl. Bu iki hərfini qoyuruq bura. Ortasına ya mı, ya pı, yarı, ya sı artırırıqsa qupquru, tərtəmiz, dost doğma. Hə, deyə bilərik ki, dümdüz. Uşaqlar, baxın. Dümdüz. Dümdüz. Bir də deyirəm ki, dümağ. Dümdüz bu cür düzəlib, mıpırısı yolu ilə düzəlib. Dümağ isə hissəci ilə düzəlib. Sonra deyə bilər sifətlərin yazılışında yol verilən səhvləri düzəldir. Tünd. Biz nə demişdik? Hə, bir dənə də qeyd edeyim. Tünd. Tünd. Çay. Deyirəmsə, çay isimdir. İsmi əvvəlindədirsə, tünd çay, axı çay isimdir. Ona görə də tünd çay necə olacaq? Adi dərəcədə olan sifətdir. Dərəcə deyil bu. Çay çünki isimdir axı. İsmin dərəcəsi olmur axı. Hə, tünd qəhvəyi defislə yazılır. Kəm şirin bitişikdir. Qıpqırmızı bitişikdir. Ala yarımçıq defislədir. Bir də yadınızda saxlayın. Dümağ birləşikdir. Defis nədir? Defis çoxaltma dərəcəsi, azaltma dərəcəsi, mürəkkəb sözlər və yaxud da məsələn birinci, baxın bu defisdir. Amma tire nədir? Tire dialoqlarda işlədilir, əlavələrdə işlədilir, ümumiləşdirici sözlərdə işlədilir. Ümumiləşdirici sözlər. Aha, zərfin məna növlərinə də fikir verin. Zərfin məna növləri hansılardır? Hərəkətin icra tərzini bildirirsə necə? Cəld, yavaş, yaxşı, pis. Məsələn, yaxşı qız. Yaxşı qız. Bu onda olacaq sifət. Amma yaxşı qaçdım hərəkətə aiddirsə tərz hərəkətdir. Zaman. Zamana baxırıq. Bugün, dünən, indi. Dünənki versə uşaqlar sifət götürün. Çünki ki ilə sifət düzəldir. Sonra dünən, indi, hərdən, dərhal, səhər, axşam. Səhər, axşamı da səhər, axşam, gecə həm də isimdir. Sual verin, tapın. Əgər nə sualına cavab versə, məsələn, gecələr Novruz bayramında gecə ilə gündüz bərabərləşir. Eləcə də gündüz. Nə bərabərləşir? Gecə ilə gündüz. Gördünüz, gecə ilə gündüz həmin mən dediyim cümlədə isimdir. Amma mən gecə gəldim, gündüz gəldim, nə vaxt sualına cavab verirsə, o zaman zərfdir. Yer zərfinə baxırıq.
Məsələn, Bakı, Quba bunlar isimdir uşaqlar. Qarışdırmayın. Hər harada sualı yer zərfi deyil. Yer zərfliyidir, amma yer zərfi deyil. Zərflik cümlə üzvüdür. Член предложения. Yer zərfi isə часть речidir. Ona görə baxırıq. İrəli, geri, yaxın, uzaq, yuxarı, aşağı, burada, orada, içəri, çöl. Kəmiyyət, miqdar zərfi hərəkətin miqdarını, dərəcəsini bildirir. Məsələn, mən ona dəfələrlə dedim. Çox, az, biraz. Məsəl üçün, az su. Bu saydır, qeyri-müəyyən say. Qeyri-müəyyən miqdar sayıdır. Amma deyirəm ki, bir də nə deyirəm? Deyirəm ki, az danış hərəkətə aiddirsə, bu zərfdir. Yox, ismə aiddirsə, onda bu saydır. Sayın da mənaçı növləri hansılar idi? Miqdar, sıra. Sıra birinci, ikinci, üçüncü. Miqdar isə qeyri-müəyyən, müəyyən, bir də deməli qeyri-müəyyən miqdar sayı, kəsr sayı 3 yerə bölünür. Məsələn, bir sıra bir çoxdan sonra isimlər həmişə cəmdədir. Bunu unutmayın. Amma deyirəm çox, çoxlu, onlarla, yüzlərlə isim cəmdə də ola bilər. Yəni özündən sonraki isim cəmdə ola bilər, tək də ola bilər. Toplu isimlər yadıma düşmüşkən deyim. Əhali, cəmaət cəmlənmir. Və bunların xəbəri həmişə skazoyma tək də olacaq uşaqlar. Əhali, cəmaət. Ümumiyyətlə bütün toplu isimlərin əgər lar qəbul etmirsə, onda xəbəri təkdə olacaq. Bir də tez-tez sözü nədir? Tez-tez. Həm necə gəldi? Mən ona tez-tez qaçaraq çatdım.